mağazadan endirimli paltar aldım. Amma paltarın keyfiyyəti məni qane etmədiyi üçün məhsulu geri qaytarmaq məqsədi ilə mağazaya yaxınlaşdım. Lakin satıcı dedi ki, endirimli paltarı 14 gün ərzində yalnız dəyişə bilərik. Geri qaytarmağa icazə yoxdur. Anti-insar və istehlak bazarına nəzarət dövlət xidmətindən öyrəndim ki, endirimdə olan və ya olmayan hər hansı qeyri-qida malı öz fasonuna, formasına, ölçüsünə, rənginə və digər səbəblərə görə yaranmırsa və ya təyinatı üzrə istifadə oluna bilməzsə, alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində həmin malı, lazımi keyfiyyətli malı dəyişdirmə hüququmuz var. Dəyişdirmə anında satışda uyğun mal yoxdursa, dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytardığınız malın dəyəri məbləğində pulu geri götürmək, yaxud satışa uyğun mal gələn kimi onu dəyişdirmə hüququnuz var. Amma unutmayın ki, bu hüquqlarınızın təmin olunması üçün əldə edilmiş mal istifadə olunmamalıdır və onun əmtəyi görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya mal ilə birlikdə verilmiş digər sənədlər saxlanılmalıdır. Çətindir? Deyil. 2/2-dir.